qəndim yapışmadı. Qəndim yapışmadı. Və mən də deyirəm ki, demişdim bir dəfə. Dedim onda bizim futbolçular gəlsinlər qəşəng qəndi yapışsın, getsin, nə bilim, Barcelona, nə bilim, Real Madriddən oynasın, qapdı durmasın, qapdı. Siqet çəksin ki, topa qəndi, yəni qəndi yapışdırmışım, hara girir? Vurumdan girmir, hamı da qışqır, oley qəndimiz. Yəni, bu sənin genində futbol olamaq yoxsa bu qənd sənə neynəsin? Yəni, onu 10 dəfə yapışdır. Yəni, Allahdan istəmək lazımdır. Yəni, o qənd sənə neynəsin? Allah heç bir bəndəsinə daşıya bilməyəcək yükü vermir. Və hər kəs də öz hekayəsinin baş qəhrəmanıdır. Allah hamımızı can sağlığı versin. Amin, amin. Yaxşı sözlərdir. İndi utanc qaçmır. Sən qaçma. Yayınma. Abi bilmirəm, bilirsən, bilmirsən, o vaxt dedim kitab məsələsi. İndi arada bir qardaşım mənə deyir istərəndə. Mənim atam Birinci Qarabağ müharibəsində könüllü döyüşçü olubdu. Tərtəl batalyonunun Razbek qrupanın komandir olubdu. Aldığı yaralardan bir neçə il yaşadı, ondan sonra dünyasını dəyişdi. Allah cənnət rəhmət eləsin. Mənim özüm də döyüşçü olmuşam, Cəhbə bölgəsində xidmət eləmişəm. O vaxt atəşkəs olmağına baxmayaraq dəfələrlə döyüşdə iştirak eləmişəm. Həmişə deyirlər, cavab atəşindən susturdu falan, beş məkan. Təbii ki, hər birimizin borcudur.